Başlayırıq. Ayşə Fatma qalx, sən Yasinə sual ver. Birinci özdə. Ərinti nədir? Ərinti nədir? Ərinti iç və daha artıq metalların birləşməsi ilə yaranan soyuq və çalacağın Birləşmədir. Əyləş. Leyla qalx, Qəfərə sual ver. Kalium 2C Aha, əyləş. Nuray, sən Nuray qalx, digər Nuraya sual ver. Sakit qalaq. Nə? Pasiv, hansı pasiv metallar tanıyırsan Nuray? Mis, qızıl, platin. Aha, əyləşin. Sən Ayşə idin də. Ayşə, sən qalx, Nərgizə sual ver. Ərinti Xəritə. Nərgiz, sən Leylaya sual ver. Əyləş Ayşə. Korezya nə deməkdir? Korezya metalların paslanmasına Bəli, paslanması, aşınması deməkdir. Əyləş Leyla. Aydan oxumusan? Yasin, qalx, Ayşəyə sual ver. Ayşəyə sual verin, yaxşı. De görüm, qurumuş cips nədir? Ölü cips. Ölü cipsin formulu. Suyunun birini itirir. Nə? Suyunun birini itəndə yandırılmış cips olur. İkisini itirəndə ölü cips. Nədir ölü cipsin formulu? Kalsiyum, SO4. Aha, Yasin əyləş. Ayşə sual versən o Nuraya. Hə. Ən vacib ərintiler. Hamı ərintidən sual verir. Hə. Ən asıldan. Platin, Polad, çuqun, tunç, bürünc. Əyləş. Nuray, Yasinə sual verirsən sən Nuray. Hazırladığın sualın ən axırıncısından başla. Hamı axırdan başlayıb sual verəcək. Başlar asandır. Nə? Maqnetitin formulu. Maqnetin formulu Hələ sən mənə sual verin ki, müəllim. F2 F, dəmir 3, F2 dəmir. dəmir 3, F dəmirdir. Elə F3, O4. F4. Sən mənə demədin ki, müəllim, o birisilər çəkilmir. Planlıq təntidən bu sual verirlər. Yaxşı. Yasin, sən sual versən Nərgizə. Nərgiz xanıma. Deyirəm, sualım yox. Hə, sənin sualın yoxdur. Nərgiz, sən qalx ver Yasinə. Varını, qalx görüm ayağa. Amma yox. Danışmırsınız? Yaxşı. Nərgiz, sən Fatmaya sual ver. axırdan verir. Hə. Karbon qazının təyin reaksiyası nədir? Karbon qazının təyini reaksiyası. Qəfər. Karbon qazı necə təyin olurdu? Hansı maddə idi ki, laboratoriyada karbon qazını təyin eləyirdik? Yox. Demədə mən Nərgiz başqasına sual verəcəm. Nuray desin. Karbon qazını nə ilə təyin eləyirdik? Daha doğrusu karbon qazının nəyin təyin olunmasında istifadə olunurdu? Nəyə təyin olmasında? Əhəng Əhəng suyu. Bəli, əhəng suyuna karbon qazı reaksiya girəndə nə yaradırdı? Bu ağ bulantı. Elə? Əyləşin. Əlimdən sual verir. Ver. Kimə vermək istəyirsən? Ayşənə ver. Dördüncü cədvəl neçə qrup var? 8 nə var? Qrup dedin, elə? Hə, 8 qrup var. Yaxşı, onu mən sual verəm Ayşəyə. Ayşə, birinci qrup elementləri hansılar idi? Sonra? Litium, natrium, kalium. Əsaslar, rubidium, sezium, fransiyum. Bunlara qələvi metallar deyirik, yoxsa qələvi torpaq metalları? Qələvi metallar. Nuray, qalx ayağa. Sual ver Ayşəyə. Yoğunluq azalıyıb, yoğunluq azalıyıb sağlamlıqla çoxalıyım. Nə? Yoğunluq azalıyıb sağlamlıq çoxalıyım. Belə deyirəm. Yoğunluq, sağlamlıq nədir? Yoğunluq material. Bərkliyi deyirsən? Bərkli. Bax. Yaxşı, əyləşin qoy Yasin qalxsın. Yasin qalx ayağa. Litium yoxsa kalium? Hansı daha bıçaqla rahat kəsilər? Kalium. Kalium. Onda bərklik nə edir? Onun bərsi yazalım. Bərkliyi azalır. Və sıxlıq Sıxıldı. artır. Çünki sıxlıq kütlə ilə düz gedir də. Kütləsi artdığına görə sıxlığı da artır. Yaxşı, Leyla qalx. Ömərə sual ver. Ömər gizlənib qaldı. Ömərə sual ver. Korezyadan hansı
Hansı da o 3 dediyin? Qəfər. Qasım olanmışdı mənim onu. Yerini dəyiş Qəfər zəhmət olmasa. Hə. Korroziya mühafizə üsulları. Ben deyim mi ben? Sorular olmaz. Lazım oldu seçəcəm sənin narahat olma. Ben deyim mi? Denən Yasin. Korrozyonun 4 üsulu var. Birinci üsul ərintilərlə sağlamlaşdırmaq. Məsələn, korroziyadan qorunmaq